Salam, dəyərli izləyicilər. İndi sizə Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi 20 sınav 1-ci qrup riyaziyyat test toplusundan növbəti 14-cü sınavın izahatını verəcəm. Kanala abunə olmağı, videoları bəyənməyi və şərh yazmağı unutmayın. Başlayaq ilk sualdan. İlk sualımız belədir. X çıx 2 üstü 7 binomunun açışında binomial əmsalların cəmini tapın. Əgər binom verilibsə, binomun açışındakı binomial əmsalların cəmi 2 üstü n-ə bərabərdir. N buradakı binomun qüvvətidir, yəni 7-dir. Olacaq 2 üstü 7, bu da olacaq 128. Yəni doğru cavab burada A variantı. İkinci sual. 2x çıx 6 üstü 3-1 kiçikdir 2 bərabərsinin tam həllərin sayını tapın. Burada nəyə baxırıq? Bərabərsinin sol tərəfinə baxırıq ki, sol tərəf 2x çıx 6 və qüvvət 3-1 verilib. Qüvvəti 3-1 verir. Biz bilirik ki, əgər qüvvət kəsrdirsə, əsas mənfi ola bilməz. Çünki mənfi ədədlərin kəsr üstü qüvvətlərin mənası yoxdur. Bir də kəsrə baxırıq. Kəsr müsbət kəsrdir. Əsas 0 ola bilər. Problem yoxdur. Deməli, oradakı sol tərəfdəki ifadədə əsas 0 və müsbət olmalıdır. Birinci şərtimiz bu. Yazırıq ki, 2x çıx 6 böyük bərabər 0. 2x böyük bərabər 6, x böyük bərabər 3. Bunu yazdıq. Digər tərəfdən də bərabərsinin hər tərəfini kuba yüksəltsək, 2x çıx 6 üstü 3-1-in kubu kiçikdir 2-nin kubundan. İndi qüvvətin qüvvəti, qüvvətə vurulacaq. 3-1 3-ə vuranda 1 alınır. Deməli, sol tərəfdən alacaq 2x çıx 6 üstü 1 kiçikdir 2-nin kubu 8. 2x çıx 6 8-dən kiçik, 2x kiçikdir 8 plus 6-dan, 2x 14-dən kiçik, hər tərəfi 2-yə bölsək, x kiçikdir 7-dən. X 3-dən böyük bərabər, yəni 3-ü alacaq. Amma 7-dən kiçik olmalıdır. Həllimiz bu şəkildədir. İndiki tam həllərin sayı. Tam həllərin sayı 3-dür, 4-dür, 5-dir, 6-dır. 4 dənə tam qiymət var. Ona görə doğru cavab D variantı. Üçüncü sual və sualımız belədir. Z kompleks ədədinin qoşması Z üstü xətt bərabərdir mənfi 7 plus 5 olarsa, M-in halsını tapın. Əgər Z kompleks ədədi bizə verilibsə, A plus B şəklində verilibsə, bunun qoşması olacaq A çıx B-i. Yəni, xəyali hissənin işarəsini dəyişmək lazımdır. Həqiqi hissə yerində qalacaq. Yəni, məsələn, burayla buraya bərabər olması lazım. Ona görə yazırıq ki, 2M çıx 3 bərabərdir mənfi 7. İndi baxırıq, xəyali hissəyə baxaq. Xəyali hissənin əmsalı burada M plus 2-dir. Burada da 5-dir. Bunlar isə birinin əksi olmalıdır. Yəni, M plus 2 bərabər olmalıdır mənfi 5. Buradan alır 2M bərabərdir mənfi 7 plus 3. 2M bərabərdir mənfi 4. M bərabərdir mənfi 2. Buradan N bərabərdir mənfi 5 çıx 2. M bərabərdir mənfi 7. M-in hasını soruşur. N vur N. Mənfi 2-ni mənfi 7-yə vursaq, cavab olacaq müsbət 14. Yəni, doğru cavab 3-də Y variantı. Dördüncü sual. Funksiyasının təyin oblasına daxil olan tam ədədlərin cəmini tapın. Tam ədədlərin cəmi. Burada nəyə baxırıq? Məxrəcdə xətti funksiya verilib. Xətti funksiya x-in istənilən qiymətinə təyin olunub. Bu xətti funksiyadır. Xətti funksiya x-in istənilən qiymətinə təyin olunub. Sadəcə məxrəcdə olduğu üçün yazmalıyıq ki, x çıx 7 0 ola bilməz. Yəni, x 7 ola bilməz. Bu 1. Sürətdə loqaritm a əsasdan x. Və yaxud da x yazmayaq heç burada, B yazaq. Bu ifadənin o zaman mənası var ki, A 0-dan böyük olsun, A 1 olmasın, bir də B 0-dan böyük olması lazım. İndi yazırıq orada, x çıx 5 böyükdür 0, x çıx 5 1 ola bilməz. Bir də yazmalıyıq ki, baxın, kök altı funksiya dərəcə cütdür. Yəni, biz çox vaxt tələsirik ki, dərəcə cütdür, kök altı ifadə böyük bərabər 0 olmalıdır. Amma loqaritmin altında olduğu üçün 0 da ola bilməz. Yazmalıyıq ki, 10 çıx x böyükdür 0 yazmalıyıq. İndi buradan alınır
x bölüşdür 5. X bölüşdür 5. Buradan bu alınır. Buradan alınır x 6 değil. Buradan alınır ki x ondan kiçik. İndi baxaq. Həllə baxaq. X bölüşdür 5-dən. X 6 və 7 ola bilməz. Bir də x ondan kiçikdir. Demək həllimiz olacaq 5, 6 birləşir 6, 7. O da birləşir 7, 10. Həllimiz bu şəkildə olacaq. İndi deyirik ki, tam ədədlərin cəmi. Buradakı tam ədədlər 8-dən 9-dur. 8-dən 9-un cəmi cavab olacaq 17. 4-də doğru cavab 17-yə bərabərdir. 5-ci sual. İntegral -3-dən 4-ə fx dx 5 olarsa 7 fx yəni 3 -3-dən 4-ə integralını soruşur bizdən. İndi əvvəlcə soruşulan integralı sadələşdirək. Yəni bunu biraz sadələşdirək. Görək burada nə baş verəcək. Yazırıq cəmi integralı integralları cəminə bərabərdir. Yazırıq -3-dən 4-ə 7 fx dx üstə gəl -3-dən 4-ə 3 dx. Biz sabiti integralın qabağına çıxara bilərik. Yəni 7-ni qabağa çıxara bilərik. 7 -3-dən 4-ə fx dx. Üstə gəl. Burada sabit var. Sabitin integralı. Burada sabit bir funksiyadır. Burada konkret sabitdir. Sabitin integralı sabit vur x-ə bərabərdir. Yəni 3x-ə bərabərdir. -3-dən 4-ə. Bu da bərabərdir. İndi bu integralın cavabını bizə verib. -3-dən 4-ə fx dx verib 5. Yerinə 5 yazsaq 7 vur 5 üstə gəl. İndi bura Newton-Leibniz üsulu tətbiq edərsək 3 vur 4 çıxılsın 3 vur -3. Bu da bərabərdir. 7 dəfə 5 35. 3 dəfə 4 12. Üstə gəl 9. Bu da bərabərdir. 35 ilə 12-nin cəmi 47. Üzərinə 9 gəlsək 56. Yəni doğru cavab 5-də A variantı 56-ya bərabərdir. 6-cı sual. Y bərabərdir x kubu çıx 5x funksiyasının böhran nöqtələrin cəmini tapın. Böhran nöqtəsi törəmənin olduğu və ya törəmənin olmadığı daxili nöqtələr deməkdir. İndi mənə törəmə lazımdır. Y-in törəməsi bərabər olacaq 3x kvadrat 3x kvadrat çıx 5. Onda yazıram 3x kvadrat bərabərdir 5-ə. X kvadrat bərabər 3-də 5. X-in biri -3-də 5, kökdə 5-dir. Bu şəkildə bir də müsbəti. Bir də müsbəti. Bunların cəmini soruşur. Bunları toplasaq 0 olacaq. Doğru cavab 6-da B variantı. 7-ci sual. Ədədi 4-ə bölünən ədəd olarsa A plus B plus C cəminin ən kiçik qiymətini tapın. 4-ə bölünmə əlaməti ədədin son iki rəqəminə baxacaq. Son iki rəqəm. Son iki rəqəm ya 0 olmalıdır, ya da son iki rəqəmin əmələ gətirdiyi ədəd 4-ə bölünməlidir. İndi biz burada baxırıq ki, sondan ikinci rəqəm 3-dür. 0 olmadığı üçün artıq növbəti rəqəmi elə seçməliyəm ki, 3C 4-ə bölünməlidir. Deməli, C-nin yerinə 2 yaza bilərik. C-nin yerinə 2. Bir də C-nin yerinə 6 yaza bilərik. İndi cəmin ən kiçik qiyməti söhbəti olduğu üçün 6-nı silirəm. Deməli, C2-dir. C2. Onda olacaq AB 23, 2. Artıq C-nin yerinə 2 yazdım. Bu ədəd artıq 4-ə bölünür. Yəni, cəminin minimum olması üçün B ilə A-nı minimum seçməliyəm. A birinci rəqəm olduğu üçün A-nı 0 seçə bilmərəm. A-nı mütləq 1 seçməliyəm. 1. Yəni, minimum olması üçün. B-ni də artıq 0 seçə bilərəm. Deməli, C2, A1, B0. 1 plus 0 plus 2 nəticə olacaq 3. Doğru cavab 7-də Y variantı. 8-ci sual. Diaqonalları 4 və 5 olan dördbucağlının sahəsinin ən böyük qiymətini tapın. Biz bilirik ki, dördbucağlının sahəsi S bərabərdir. Diaqonallar verilibsə 2-də 1, D1, D2 vur sinus alfa. Bu da bərabərdir. 2-də 1. Diaqonalları verib. 4 vur 5 vur sinus alfa. Bu da bərabərdir 10 sinus alfa. Baxırıq. Sahə sinusdan asılıdır. Sinusun ən böyük qiymətində sahə maksimum olacaq.
Sinusun da ən böyük qiyməti 1 olduğu üçün o S bərabər olacaq 10. Yəni doğru cavab 8-də A variantı. 9-cu sual. Limitini hesablayın. Əvvəlcə nə edəcəm? Əvvəlcə həm sürəti, həm məxrəci sadələşdirəcəm. Yəni x-in yerə 0 qoyanda sürətlə məxrəcə 0-a gedir deyə qeyri-müəyyənləşdir. Ona görə yazırıq. Kosinus, burada yazım. Kosinus alfa çox kosinus beta. Bu bərabərdir. -2 sinus alfa çox betanın yarısı. Bir də sinus alfa plus betanın yarısına bərabərdir. Bu düsturu həm sürətə, həm məxrəcə tətbiq edəsən, sürətdə olacaq -2 sinus 6x çıx 2x'in yarısı sinus 6x plus 2x'in yarısı. Məxrəcdə alınacaq -2 sinus 5x çıx 3x'in yarısı sinus 5x üstəgəl 3x'in yarısı. Bu da bərabərdir. -2'lər ixtisar gedəcək. Qalacaq 6x'dən 2x çıxana 4x yarısı 2x. Sinus 2x vurulsun. Burada 6x'dən 2x'in cəmi 8x yarısı 4x. Sinus 4x. Məxrəcdə 5x'dən 3x'in fərqi 2x yarısı x. Sinus x vurulsun. Burada alınacaq sinus 4x. Bunlar da ixtisar gələcək. Qalacaq sinus 2x bölü x. Sinus 2x'ə yazıram 2 sinus x kosinus x şəklində. Bölsün sinus x. Bunlar ixtisar gedir. Alınır 2 kosinus x. Onu da yazırıq. Limit x 0'a gedir. 2 kosinus x. Bu da bərabərdir. 2 kosinus 0. Kosinus 0 da 1 olduğu üçün 2 vur 1. Nəticə olacaq 2. Yəni doğru cavab 9'da C variantı. 10-cu sual. Bərabərsizliyin -2, 5 parçasına daxil olan tam həllərin sayını tapın. Əvvəlcə nə edəcək? Burada x-i mütərizə xaricə çıxardacaq. X-i orta vuruq kimi. Qalır x kvadrat çıx 6x plus 9 kiçik bərabər 0. Bu da x vurulsun. X çıx 3'ün kvadratı kiçik bərabər 0. İndi baxaq. Bunu əslində interval üsulu olmadan da yaza bilərsiniz. Niyə? Çünki burada x çıx 3'ün kvadratı həmişə 0'dan böyük bərabərdir də. Deməli, hasilin mənfi olması üçün x-in özü olmalıdır mənfi. X-in özü mənfi olmalıdır. Amma bir də yadda saxlamaq lazımdır ki, x 3 ola bilər də. X-in ilə 3 yazanda doğru bərabərlik alınır. Deməli, həll olacaq mənfi sonsuzdan 0'a 0 daxil birləşir, bir də 3'ün özü. Yəni, həll budur. İndi bizdən də soruşur, bərabərsizliyin -2, 5 parçasına daxil olan tam həllərin sayı. -2, 5 parçasına. Deməli, -2 olacaq. -1, 0, bir də 3'ün özü. Deməli, 4 tane tam həll olacaq. Onda cavab oldu A variantı. 11-ci sual. Torbada eyni ölçülü 5 qırmızı və 4 qara kürəcik var. Deməli, 5 qırmızı, 4 qara kürəcik var. 4 qara. Bu torbadan təsadüfən 3 kürəcik götürüldükdə, torbada 3 qırmızı və 3 qara kürəciyin qalması. Deməli, qalanlar yazıram, qalan. Deməli, torbada 3 qırmızı qalsın. 3 qırmızı deyir. Qırmızı qalsın. 3 qara qalsın. 3 qara kürəcik qalsın. Deməli, torbadan nə götürmüşük? Yəni, əks ehtimala işarə edəcəm burada. Əks ehtimalla yazacağım. Götürülən kürəcik. Götürülən nədir? Deməli, 5 qırmızıdır, 3 qırmızı qalsa, deməli 2 qırmızı götürmüşük. 2 qırmızı. 4 qaradan 3 qara qalıbsa, deməli, bir də qara götürmüşük. 1 qara. Deməli, bizdən soruşulan hadisənin ehtimalı bu ehtimala bərabər olacaq. Deyir ki, 3 qırmızı və 3 qara kürəciyin qalması ehtimalı elə 2 qırmızı, 1 qara kürəciyin çıxarılması ehtimalına bərabər olacaq. Yəni, ümumi kürəcik sayısı 5-dən 4'ün cəmi 9'dur.
Bütün halların sayına baxıram. Bütün mümkün halların sayı. 3 dənəsini seçməliyəm. 2 qırmızı, 1 qara seçməliyəm. Kombinezon 9-dan 3. Bu bütün mümkün halların sayıdır. Əlverişli halların sayı. İkisi qırmızı seçməliyəm. 5 dənə qırmızı var axı. İkisini seçməliyəm. Kombinezon 5-dən 2. Vurulsun birində qara seçməliyəm. 4 dənə qara var. Birini seçməliyəm. Kombinezon 4-dən 1. Bu da bərabərdir. Kombinezon 5-dən 2 nə deməkdir? 5 vur 4. Bölünsün 2 vur 1. Kombinezon n'dən 1 n deməkdir. Bir başqa da 4 yaza bilərəm burada. Kombinezon 9-dan 3. Bunda yazırıq 9 vurulsun 8 vurulsun 7. Bölünsün 3 vur 2 vur 1. Bu da bərabərdir. İndi burada nə etmək olar? Deməli, bu 2 ilə 4 ixtisarı gedir. Burada 1, burada 2. 2. Və sürətdə alınır. 5 vur 2 vur 4. Məxrəcdə 9-dan 3 gələcək ixtisar. Burada 1, burada 3. 8-dən 2, burada 1, burada 4. Məxrəcdə alınacaq 3 vur 4 vur 7. İndi baxırıq 4-lər də ixtisar gələcək. 3 dəfə 7, 21, 2 dəfə 5, 10. Deməli, 21-də 10 ehtimal olacaq. 11-də doğru cavab C variantı. 12-ci sual. A 5, 2, 3 və B 1, 6 mənfi 7 nöqtələri verilmişdir. C nöqtəsi AB parçasının orta nöqtəsi olarsa, BC vektorunun komponentlərinin cəmini tapın. Deməli, C nöqtəsi AB parçanın orta nöqtəsi olduğuna görə C'nin koordinatları olacaq A ilə B'nin koordinatları cəminin yarısı. C'nin x'i olacaq A ilə B'nin x'ləri cəminin yarısıdır. Deməli, x burada 5'dir, burada 1'dir. Toplasaq 6, yarısı 3. C'nin y'yi A ilə B'nin y'ləri cəminin yarısıdır. 2'nin 6'ını toplayanda 8, yarısı 4. C'nin z koordinatı burada 3'dür, burada mənfi 7'dir. Toplayanda mənfi 4, yarısı mənfi 2. Bunu yazdıq. İndi B'ni də yazaq bunun yanında. B. B'ni də verib 1, 6, mənfi 7. Bizdən soruşur BC vektorunun komponentləri cəmi. İndi əvvəlcə BC vektorunun komponentləri lazımdır mənə. Sonra onları toplamalıyam. İndi baxırıq. Son nöqtə, vektora son nöqtə C'dir burada. Vektorun komponentlərini tapmaq üçün son nöqtənin komponentlərindən başlanğıc nöqtənin komponentlərini çıxmaq lazımdır. Son nöqtənin məsələn x'i 3'dür, başlanğıcda 1'dir. Fərq olacaq 2. Son nöqtənin y'yi 4'dür, başlanğıcda isə 6'dır. 4-dən 6'ın fərqi mənfi 2. Mənfi 2-dən mənfi 7 çıxanda olacaq müsbət 5. Bizdən bunların cəmini soruşur. 2 üstə gəl mənfi 2, üstə gəl 5. Bu da olacaq 5. 2'lər 0'a gələcək. Yəni doğru cavab 12'də A variantı. 13-cü sual. Tənliyini həll edin. Kosinus 8x, kosinus 4x bərabər 0 tənliyini həll edin. Bunun ən rahat yolu nədir? Bunu mən həmişə bu şəkildə yazıram. Görürsün. Kosinus 8x, kosinus 4x yazıram. Mənfi 2 sinus fərqinin yarısı. Yəni 8x çıx 4x'in yarısı. Bir də sinus cəminin yarısı. Və daha rahat gəlir. Bərabərdir 0'a. Mənfi 2 sinus fərqinin yarısı 2x'dir. Sinus cəminin yarısı sinus 6x'dir. Bərabərdir 0. Hansı 0 ise deməli ən azı sinus 2x 0'dır. Deməli sinus 6x 0 ola bilər. Buradan 2x bərabərdir pk yazıram. X olur pi bölü 2 vurulsun k. Burada yazıram 6x bərabərdir pi n yazıram. Fərqli olsun. X olacaq pi n'in 6'ya nisbəti. İndi baxırıq. Biri 90'ın misilləridir, biri də 30'un misilləri. 30'un misillərin içərisində onsuz da 90'ın misilləri var. Onlarca bu həli götürməyə ehtiyac yoxdur. Yəni bunun içərisində onsuz da 90'ın misilləri var. Ona görə cavabımız pi n bölü 6. Yəni pk bölü 6 doğru cavab 13'də D variantı. 14-cü sual. X plus y'yi bizə verir 450 dərəcə və kosinus x'i verir mənfi 0.6 olarsa sinus 2x plus 3y ifadəsinin qiymətini tapın. Burada nə edəcəm? Mən y'yi tapacağım. Y yox, x'i.
X bərabərdir 450 dərəcə çıx y. Gətirib yenə yazam. Kosinus 450 dərəcə çıx y bərabərdir mənfi 0,6. Kosinusun dövrü 360 olduğu üçün 450'dən 360 siləcəm. 90 dərəcə qalacaq. 90 çıx y bərabərdir mənfi 0,6. İndi 90 dərəcə çıx y qayıdır birinci rübə və 90'da kosinus dəyişəcək sinusa. Yəni sol tərəf olacaq sinus y. Sinus y bərabər 0,6'ya. Bunu bildik. Bunu sadələşdirdik. İndi keçək o birisinə. Sinus 2x plus 3y yazıram bu şəkildə. 2x üstə gəl 2y üstə gəl y bərabərdir. X-lə y-nin cəmi 450 idisə 2x-lə 2y-nin cəmi isə olacaq neçə? 900. 900 dərəcə plus y. Bu da bərabərdir. Sinusun dövrü 360 olduğu üçün 360'ın 2 misli 720 silsəm qalır 180 orada. Sinus 180 dərəcə plus y. Bu da bərabərdir. 180 90'ın cüt mislidir. 90'ın cüt misli olduğu üçün ad dəyişmir və 3-cü rübə düşdüyü üçün sol tərəf mənfidir deyə mənfi sinus y yazmalıyıq. Sinus y də verir mənfi 0,6. Mənfi vur mənfi 0,6. Nəticə olacaq müsbət 0,6. Yəni doğru cavab burada 0,6'ya bərabərdir. 14'te doğru cevap B variantı. 15. sual. X1 və X2 ədədləri x kvadrat çıx 9x plus 2 bərabər 0 tənliyin kökləri olarsa ifadəsinin qiymətini tapın. Biz baxırıq ki, tənlik çevrilmiş kvadrat tənlikdir. Kökləri cəmi x1 x2-nin cəmi bərabərdir. İkinci hədd əmsalın əksi, yəni 9'a. Kökləri hasil isə sərbəst həddə bərabərdir, yəni 2'yə bərabərdir. Yazdıq 2. İndi mötərizəni vurub açaq. x1, x2 üstə gəl 4x1 üstə gəl 7x2 üstə gəl 28 çıx 3x2 bərabərdir. x1 vur x2 üstə gəl 4x1 üstə gəl 7x2 çıx 3x2 4x2 üstə gəl 28. Bu da bərabərdir. x1 vur x2 üstə 4 vurulsun x1 üstə x2 üstə 28. İndi isə qiymətləri yenə qoyaq. Hasilləri 2. Cəmləri isə 9'dur. 4 vur 9 üstə 28. Bu da bərabərdir 30 üstə 36. Nəticə olacaq 66. Doğru cavab 15'te Y variantı. 16. sual. B-nin həndəsi silsiləsində B8 çıx B6 fərqini verib 5 və künü də verib 2. Bizdən soruşur B11 çıx B9 fərqi nəyə bərabərdir? İndi mən B8 ilə B6 fərqini verdiyi üçün orada deməli B6'nı çıxarsam mütərizə xaricinə B6'nı çıxarsam qalacaq Q kvadratı çıx 1 olacaq 5. Olacaq 5. İndi aşağıdan da B9'u çıxarsam mütərizə xaricinə qalır Q kvadrat çıx 1. Q kvadrat çıx 1. Bu da bərabərdir. Buna da x deyirəm. İndi məndən x-i soruşur da. Tərəf-tərəfə bölsəm, gör nə baş verir? Tərəfə bölsəm B6'nın B9'a nisbəti artıq bunlar ixtisar gələcək də. Bərabərdir 5 bölünsün x. Buradan da çıxır ki B6'nın B9'u yazıram B6 vur Q kubu. Bərabərdir 5'in x-ə nisbəti. Burada B6'lar gələcək ixtisar 1 1. Tənasübdir x bərabərdir 5 Q kubu. Q'nu da bizə verib 2. 5 vur 2'nin kubu 5 vur 8 nəticə olacaq 40. Doğru cavab 16'da A variantı. 17. sual. Qonşu bucalardan birinin dərəcə ölçüsünü 40 dərəcə azaldıb, digərini isə 100 dəfə artırdıqda alınan bucaların dərəcə ölçüləri bərabər olar. Qonşu bucalardan ikisinin dərəcə ölçüsünü tapın. Deməli, birinə mən alfa desəm, digəri olacaq 180 dərəcə çıx alfa.
Bu birincisi, bu da ikincisi. İndi ki, birini 40 dərəcə azaldıb. Yəni, alfanı 40 dərəcə azaltdım. Digərini isə 3 dəfə artırsam, 3 vur 180 dərəcə çıx alfa olacaq. Və deyir ki, alınan bucaların dərəcə ölçüləri bərabər olar. Yəni, bunlar bərabərdir. Bunu yazırıq. Alfa çıx 40 dərəcə bərabərdir. 540 dərəcə çıx 3 alfa. Alfa üstəgəl 3 alfa bərabərdir 540 dərəcə üstə 40 dərəcə. 4 alfa bərabərdir 580 dərəcəyə. Burada alfa bərabərdir 580-i 4-ə bölsəm 145 dərəcə olacaq. 145 dərəcə. Alfanı tapdıq. Bizdən kiçiyini soruşur. Kiçiyi də 180 çıx alfadır. 180 dərəcə çıx 145 dərəcə. Bu da olacaq 35 dərəcə. Doğru cavab 17-də D variantı. 18-ci sual. 3 bucağın 2 hündürlüyü 4 və 6 olarsa, 3-cü hündürlüyün ala biləcəyi ən kiçik tam qiymətini tapın. İndi biz hündürlüklərə HA və HB desək, deməli HA 4-dür, HB də 6-dır. İndi bizdən soruşur ki, HC-nin ala biləcəyi ən kiçik tam qiymət soruşur. Nəyə bərabərdir HC? İndi mən bunun çalışını göstərəcəm. Biz bilirik ki, HA A-yə çəkilib, HB B-yə çəkilib, HC ilə C çəkilib. Biz bilirik ki, C yerləşir, A ilə B-nin cəmindən kiçikdir, amma fərqinin modundan böyükdür. İndi digər tərəfdən də bilirik ki, A, HA 2S-dir. 2S. Deməli, A nəyə bərabərdir? 2S bölünsün HA. Eynisini digərləri üçün yaza bilərik. B nə olacaq? B 2S bölünsün HB. C olacaq 2S bölünsün HC. Gətirib burada yenə yazsaq. A çıx B. 2S bölünsün HA çıx 2S bölünsün HB. Kiçikdir 2S bölünsün HC. O da kiçikdir. Bunların cəmindən 2S bölünsün HA üstəgəl 2S bölünsün HC. İndi burada bərabərsizliyin hər tərəfini 2S-ə bölə bilərəm. 2S müsbətdir deyə bölə bilərəm. Heç bir problem yoxdur. Alınır 1 bölünsün HA çıx 1 bölünsün HB kiçikdir 1 bölü HC. O da kiçikdir 1 bölünsün HA üstəgəl 1 bölünsün HC. Baxın, bizdə həmin o baş dediyim budur. Yəni, çalışını göstərdim. İndi bizə HA ilə H4-ü verib. Yenə yazırıq. 1 bölünsün 4 çıx 1 bölü 6-nın modulu kiçikdir 1 bölünsün HC. O da kiçikdir 4-də 1-dən 6-da 1-in cəmindən. İndi sol tərəfdə orta məxrəc 12. 12-də deməli 12-də 3 çıx 12-də 1. Daha doğrusu 12-də 2. Kiçikdir 1 bölü HA. O da kiçikdir 12-də 3 üstəgəl 12-də 2. Buradan alınır 12-də 1 kiçikdir 1 bölü HA. O da kiçikdir 12-də 5. İndi baxırıq, sürətlərə baxırıq. Bunların tərsini çevirsəm, işarə dəyişəcək. Yəni 12 bölü 5 ən kiçik olacaq. Kiçikdir HA-dan. O da kiçik nədən? 12-dən. 12 bölü 5 2,4 deməkdir. 2,4 kiçikdir HA. O da kiçikdir 12-dən. İndi ki, 3-cü hündürlüyün ala biləcəyi ən kiçik tam qiymət. Buradan görünür, ən kiçik tam qiymət HA olacaq 3. Yəni, doğru cavab burada 3-ə bərabərdir. 19. Hündürlüyü 2 cm, daha doğrusu 12 cm və oturacağın radiusu 2 cm olan silindir formalı qabın daxilində hündürlüyü 5 cm olan konus ilə yerləşdirilmişdir ki, hər iki fiqurun oturacaqları üst-üstə düşüb. Boş silindirə tam dolana qədər nə qədər su tökmək lazımdır? Deməli, burada silindirin həcmindən konusun həcmini çıxmaq lazımdır. Çünki silindirin içərisində konus var. Artıq su dolanda o konusun olan hissi artıq orada heç nə olmayacaq da
Ora örtülü olacaq. Ona görə də burada deməli oturacağın radiusu bizə neçə verib? Oturacağın radiusu 2. 2. Deməli, bunun hündürlüyü 5 verib. Konus hündürlüyü 5 verib. Sindirin hündürlüyü də 12 verib. Deməli, indi yazıram. V silindir çıx V konus lazımdır mənə. İndi ikisinin də radiusu eynidir. Ona görə V silindirin həcmi yazıram. Pi r kvadrat vur h çıx. Konusun həcmi 3/1 pi r kvadrat vur kiçik h yazıram. Bu da bərabərdir. Pi-ni də 3 verib. 3 vurulsun. Radius 2. 2'nin kvadratı vur h 12. Çıx 3/1 vur 3. Pi 3'dür. R 2'dir. 2'nin kvadratı vur h o da 5'dir. Bu da bərabərdir. Burada eləyir 3 dəfə 4, 12, 144. Burada üstlər gedir, ixtisar çıx 20. Bu da olacaq 124. Doğru cavab olacaq 19'da A variantı. 124 kub santimetr olacaq. 20-ci sual və sualımız belədir. Müstəvi xaricində verilmiş A nöqtəsindən müstəviyə AB perpendikuları və AC maili çəkilmişdir. AB 6 və AC maili bu müstəvi üzərindəki proyeksiyası 8 olarsa, bir nöqtəsindən mailin ortasına qədər məsafəni tapın. İndi baxaq. Bu bizim müstəvimiz olsun. Müstəvi xaricində yerləşən A nöqtəsi. Bu da olsun A nöqtəsi burada. Buradan A nöqtəsindən AB perpendikulyarıdır. AB perpendikulyarı və AC maili çəkilib. AC maili çəkilib. AB-ni verib 6 və AC mailinin bu müstəvi üzərindəki proyeksiyası, yəni BC-dir, verib 8. B nöqtəsindən mailin ortasına qədər məsafəni soruşur. Mailin ortası, baxın, bizdən Y desəm, B-yeni soruşur. Bu da nə deməkdir? Düzbucaqlı üçbucaqda düzbucaq təpəsindən hipotenuza median çəkilib. Yəni B-yə mediandır. Bizdən həmin medianın uzunluğunu soruşur. 8, 6 Pifaqorla çıxır bura 10. Pifaqorla 10 çıxır. Və biz bilirik ki, düzbucaqlı üçbucaqda düzbucaq təpəsindən çəkilmiş median hipotenuzun yarısıdır. Yəni, bura olacaq nə? 5. Doğru cavab 20-də C variantı. 5-ə bərabərdir. 21-ci sual. Üçbucaqlı DABC piramidasında DA yan tili ABC oturacaq müstəvisinə perpendikulyardır. DA yan tili ABC. Bu D'dir. DA yan tili oturacaq müstəvisinə perpendikulyardır. Yəni, hər tərəfli bu 90 dərəcə əmələ gətirir. Yəni, bütün üçbucaq müstəvisinə perpendikulyardır. Bunu bildik. AD, AB, AC bərabərdir. Bunlar bərabərdir. Və BAC bu bucağı verib 60 dərəcə. Baxırıq, bərabər yanlı üçbucaq. Hər bucaq 60-dırsa, yerdə 120 qalır. Bərabər yanlı olduğu üçün bu bucaqla bu bucaq bərabərdir. 120-ni 2 bərabər hissə bölsək, 60 oldu. Bərabər tərəfli üçbucaq. İndi CD-ni bizə verib 6 köşdə 2. Artıq görünür. Burada üçbucaq, DAC üçbucağı. Bərabər yanlı düzbucaqlı üçbucaqdır. Mən bura A desəm, burada A-dır. A-nın da köşdə 2-ni istəyir hipotenuzu, yəni DC-ni verir. 6 köşdə 2-ni verir. Deməli, A neçədir? A6. A-nı tapılıq 6. Bizdən soruşur piramidlərin həcmi. Piramidlərin həcmi V bərabərdir. 3/1 S oturacaq, vur H. 3/1 S oturacaq. Oturacağı bərabər tərəfli üçbucaqdır. Sahəsi A kvadrat köşdə 3 böl 4. A da 6 olduğu üçün 6'nın kvadratı köşdə 3 bölünsün 4.
Vurulsun H. H DA'dır burada. DA yan til oturacaq müstəvisinə perpendikulardır. Ona görə hündürlük sayılır. O da verilib 6. Bu da bərabərdir. Burada 3 ilə 6'nı hesab edirəm. 1, burada 2. 6'nın kvadratı 36. 4'e bölündə 9. 9 2'ye bölündə 18. 18 köşkdə 3. Doğru cavab 21'də A variantı. Növbəti sual. 22-ci sual. Sualımız belədir. Tənliklər sistemindən x plus y cəmini tapın. Baxırıq. Tərəfləri toplasaq alınır x kubu, 3x kvadrat y, 3x y kvadrat, üstəl y kub. Bərabər 64'ə. Sol tərəf bizə verir x plus y-in kubunu. Bərabər 64. Deməli x plus y neçədir? X plus y olacaq 4. Yəni doğru cavab burada 22'də D variantı. 23-cü sual. Uyğun tərəfləri 5 və 9 olan iki oxşar çoxbucaqlı verilmişdir. Kiçik çoxbucağlının perimetri 20 olarsa, böyük çoxbucaqlının perimetri tapın. Deməli, perimetrlərin nisbəti elə uyğun tərəflərin nisbəti olacaq. 5'in 9'a nisbəti. İndi kiçik çoxbucaqlının perimetri 20 verib. Deməli, P1 burada 20'dir. Çünki baxırıq 5'in 9'a nisbəti. Tərəf kiçik olan 5'dir burada. Ona görə yazırıq 20'nin P2'yə nisbəti, bərabərdir 5'in 9'a nisbəti, 5 P2 bərabərdir 180'ə, P2 ilə bərabərdir 36. Deməli, böyük çoxbucağlının perimetri oldu 36. 24-cü sual və sual belədir. Radiusu R olan çevrədə AB R köşkdə 2, AB R köşkdə 2 və CD R köşkdə 3 olarsa, AMB və CMD qövslərin dərəcə ölçüləri cəmini tapın. Dərəcə ölçüləri cəmini tapın. Deməli, burada mərkəz seçirəm. Mərkəzi ilə yerdə seçək ki, mərkəzə oxşasın. Burada mərkəz seçirəm, O nöqtəsi. Bu O nöqtəsindən D-ni birləşdirirəm. C-ni birləşdirirəm. Eyni zamanda B-ni, eyni zamanda da OA birləşdirilir. Bunlar hamısı radiusdur. Hamısı balaca R-dir. Balaca R, balaca R, bura balaca R. İndi AB-ni verib R köşkdə 2. R köşkdə 2 və C-ni də verib R köşkdə 3. Burada kosinuslar teoremindən yazsaq, bura 90 çıxacaq. Bura 90. Onsa görünür R köşkdə 2 demək bura 90'dır. Burada bərabər yanında bir xassisə vardı. Yan tərəf x-dirsə, təpə bucağı 120-dirsə, oturacağın qarşısındakı tərəf, daha doğrusu təpə bucağın qarşısındakı tərəf yan tərəfin köklü 3 mislidir. İndi R köklü 3 verilibsə, deməli bura 120 dərəcə olacaq. Yenə deyirəm, kosinus bura alfa, bura beta deyib kosinuslar teoremini yazsanız cavab gəlib çıxacaq. Sadəcə vaxt getməsin deyə bu şəkildə qısaca dedim. Deməli, COD 120 dərəcədir, AOB 90 dərəcədir. COD 120 dərəcədirsə, CMD qövsü olacaq 120 dərəcə. AOB bucağı 90 dərəcə olduğu üçün ANB qövsü də olacaq 90 dərəcə. Çünki mərkəzi bucaqlardır. İndi deyir ki, qövslərin dərəcə ölçüləri cəmini soruşur. 120'ni 90 toplayanda 210 dərəcə. Yəni doğru cavab burada 210 dərəcəyə bərabərdir. 25. A və B çoxları üçün A'nın element sayısı 5. Kəsişmən element sayısı isə 2 olarsa, birləşmə element sayısını soruşur. İndi baxaq. Venn diaqramını yazma daha rahatdır. A, B. Baxırıq, B'nin kəsişmənin 2 elementi var. Kəsişmənin 2 elementi var və 2 yazırıq. B'nin isə 1, 2, 3, 4 elementi var. B'nin 4 elementi var. Deməli, 2 dənə kəsişmədə varsa, deməli ikisi burada olacaq. A'nın 5 elementi var. Kəsişmədə 2 olduğu üçün burada 3 olacaq. İndi birləşmənin element sayısını soruşur. 3 plus 2 plus 2. Cavab olacaq 7. Yəni doğru cavab burada 7'yə bərabərdir. 26-cı sual. Simmetriya oxu x bərabərdir 3 düz xətti olan parabolasının təpə nöqtəsi y bərabərdir 2x plus 3 düz xətti üzərində yerləşir. Künü tapın. İndi simmetriya oxu, yəni x bərabərdir
mənfi b böl 2a. Simetri oxunu verir 3. 3 bərabərdir mənfi b. X-in əmsalı o p-dir. 2a. A da x əmsalı 5'dir. 2 vur 5. Burada çıxır ki, p bərabərdir mənfi 30. Deməli, y bərabərdir 5x kvadrat. 5x kvadrat. Çıx 30x. Çıx 30x. Üstə gəl 2. Bunu belə yazdıq. İndi bunu biraz daha rahat formada yazaq. Bunu yazıram şəkildə. Y bərabərdir. 5'i çıxardan mütərizə xaricinə. X kvadrat çıx 6x plus 9 yazsam bu tam kvadrat olacaq. 5 dəfə 9 45 əlavə eləmişəm. 45 də çıxmalıyam. 2 çıx 45. Y bərabərdir. 5 vurulsun. X çıx 3'ün kvadratı. Üstə gəl 2 çıx 45. Təpə nöqtə. 3 2 çıx 45'dir. Bu parabolun təpə nöqtəsidir. İndi ki, parabolun təpə nöqtəsi bu funksiyanın üzərindədir. Y bərabərdir 2x plus 3 düz xətti üzərində yerləşir. Y-imiz 2 çıx 45'dir. 2 çıx 45 bərabərdir. X-imiz də 3'dür. 2 vur 3 plus 3. 2 bərabərdir 6 plus 3 plus 45. 2 bərabərdir 54. Yəni doğru cavab burada olacaq 54. Növbəti sual, 27-ci sual. A və B natural ədədləri üçün uyğunluğu müəyyən edin. Birinci, ifadəsinin ən kiçik qiyməti. İfadəsinin ən kiçik qiyməti bura 0 olanda alacaq. Çünki qüvvət cütdür deyə bura 0 olmalıdır. Deməli, 2A bərabərdir 3B-yə. Deməli, A-mız 3K-dır burada, B-miz də 2K-dır. Növbətisində yenə dərəcə cütdür deyə bu mənfi ola bilməz. 3A 4B-yə bərabərdir. Deməli, yazırıq. 1-də A 3K oldu. B 2K. Yine ikincisində 3A 4B'ye bərabərdir. Burada isə A olacaq. Fərqli bir şey deyək. A 4X. B isə olacaq 3X. Üçüncüsündə baxın, ən böyük qiymətdir. Ən böyük qiymət o zaman alacaq ki, buradakı bu modul ən kiçik olsun. Yəni 7A bərabər olmalıdır 2B'yə. Yəni burada 0 olmalı ki, ən böyük qiymət 9 olsun. A burada bərabərdir. Yazıram 2Y. B də olacaq 7Y. 7Y. Baxırıq. Hər birində məxrəcdə A plus B var. A plus B. Burada A plus B 5K'dır. A plus B burada 5K'dır. Burada 7X'dir. Burada isə 9Y-dir. Deməli, bu variantlarda da ən böyük qiymətdir. Ən böyük qiymət məxrəcləri kiçik olanda. Bunların hamısı məxrəclərdir. Məxrəcləri kiçik olması üçün burada K'ya 1 verməliyəm. K burada 1 verəndə 5 alınır. Burada X'ə 1 verməliyəm 7. Burada Y-ə 1 verməliyəm 9. Deməli 5, 7, 9. 5, 7, 9. Baxın 7. İkincisi A uyğun gəlir. 2 A uyğun gəlir. İfadəsinin ən böyük qiyməti 3'dür. Ən böyük qiyməti 3'dür. Ən kiçik qiymət 7 olduğu üçün 7 yerinə yazanda 21/7 3 maksimumdur. Bunu bildik. İfadəsinin ən böyük qiyməti 4'dür. 1'ə aiddir. 1'ə B variantı. Çünki ən kiçik qiymət 5'dir. 5 qırında 20 bölünsün 5, 4 alınacaq. Sonra 9 olan o da 3'ə də Y variantı uyğun gəlir. 3'ə də Y. Hər birinə yalnız birinə uyğun gələcək. Onları da tapdıq. Növbəti sualımız və sual belədir. ABC 4 bucaqlısında bucaq B bucaq D-yə bərabər və hər biri 90 dərəcədir. Bura 90, bura 90. AB-ni verib 7 köşdə 3. 7 köşdə 3. Bucaq A-nı verib 60 dərəcə. Bizdən soruşur, BC-ni də verib 5. Bizdən də soruşur, CD-nin uzunluğunu tapın. Mən bunu başqa bir üsulla izah edəcəm. YÖS-də bu tip sorular çox olub, vaxtından çox işləmişik. Yəni bunu daha rahat üsulla izah edəcəm. Kitabdakı həll xoşuma gəlmədi. İndi bunu təzədən burada çəkəcəm, burada.
Deməli, bura 90, bura 90. A, B, C, D. Mən CD tərəfi ilə AB tərəfini uzadacağım bu şəkildə. Buranı uzadıram. Burada gəlib kesişəcəklər. Bura deyirəm Y. Bura kesişəcəklər. Buranı verib 60 dərəcə. 60. 60 baxın bura 90-dır. 60 90 bura olacaq 30 dərəcə. 30. 30 bura 90-dır. 30 90 bura olacaq 60 dərəcə. Bunu bildik. İndi bura 5-dir. Bura 7 köşdə 3-dür. Baxırıq YBC-yə. YBC üçbucağına baxaq. Düzbucaqlı üçbucaq. 30-un qarşısı 5-sə 90-ın qarşısı bura olacaq 10. 30-un qarşısı 5-dirsə 60-ın qarşısı bura olacaq 5 köşdə 3. 5 köşdə 3. Baxın bura olur 12 köşdə 3. İndi AYD. AYD-yə baxırıq. 90-ın qarşısı. D bucağın qarşısı 12 köşdə 3-dür. 30-un qarşısı AD yarısı olacaq. 6 köşdə 3 olacaq. 30-un qarşısı 6 köşdə 3 isə bucaq A-nın qarşısı 60-ın qarşısı 7 yəni bu hissə 7 6 köşdə 3-ün köşdə 3 misli olacaq. Yəni 6 vur 3 18. 18. Burada mən x desəm 10 plus x bərabərdir 18-ə x olacaq 8. Yəni doğru cavab burada 8-ə bərabərdir. Iyirmi doqquzuncu sual. Mərkəzi O4-2 nöqtəsində və K3 əmsalı homotetriyada 2-5 nöqtəsinin çevrildiyi N nöqtəsinin koordinatları cəmini tapın. İndi baxaq. Bunu göstərək birinci. Deməli, 4-2. Mərkəz 4-2-də yerləşir. 4-2. Mərkəz burada yerləşir. Bu O nöqtəsidir. 4-2. Digəri də nədir? Deməli, 2-5 nöqtəsi. 2-5 nöqtəsi. 1, 2, 3, 4, 5. 2-5 nöqtəsi budur. Bu da M nöqtəsi. 2-5 nöqtəsi. Deyir ki, indi bu mərkəzi O nöqtəsində olan, yəni K3 əmsalı homotetriyada M2-5 nöqtəsi N nöqtəsinə çevrilir və N nöqtəsinin koordinatları cəmini soruşur. Yəni bu homotetriya 3 əmsallı olduğu üçün elə bir ki, OM nə olacaq? OM-in çevrildiyi nöqtəyə N desək, N. Koordinatlarına x, y desək, deməli OM vektorun komponentlərini mən 3-ə vursam, mənə verəcək ON vektorunun komponentlərini verəcək. İndi ON vektoru nədir? ON vektoru M-dən çıxmalı lazımdır onun koordinatları. 2-dən 4 çıxanda -2, 5-dən də mənfi çıxanda 7. Bu OM-dir. 3-ə də vurulanda olacaq -6, 21. Bunu yazdıq. İndi ON lazımdır. N'in koordinatları x və y-dir. X-dən 4 çıxanda ON vektoru. X-dən 4 çıxanda x çıx 4. Y-dən -2 çıxanda y plus 2 olacaq. İndi buna bərabər olması lazım. Deməli x çıx 4 bərabərdir -6-ya. X çıx 4 -6. X bərabərdir -2. Y plus 2 bərabərdir. Y plus 2 bərabərdir 21-ə. Y də bərabər neçə? Y də bərabərdir 19. 19. Bizdə də x ilə y-in cəmini soruşur. -2 ilə 19-u toplasaq, nəticə olacaq 17. Yəni, burada doğru cavab 17-yə bərabərdir. 30-cu sual və sonuncu isbat sualımız. Orta xətti C, diaqonalları D1 və D2 olan trapesiyada D1, D2 perpendikulyar olarsa, düz sütunun doğru olduğunu ispat edin. İndi, onu da fərqli bir üsulla izah edəcəm inşallah. Trapesiya çəkirəm. Bu şəkildə hər hansı bir trapesiya çəkirəm. Uzun trapesiyamız. Deməli, A, B, C, D. Diaqonalları çəkirik, diaqonalları. Diaqonallar bir-birinə perpendikulyardır deyir.
perpendikulyar. Bunu bildik. İndi mən nə edəcəm? Deməli, B təpəsindən AC-yə paralel bir xətt keçirəcəm. Deməli, 1, 2, 3, 4, 5. 1, 2, 3, 4, 5. Tam paralel olsun deyə sayıram. Bu çəkdiyim B'yi AC-yə paralel çəkdiyim üçün AC, yəni B'yi AC-yə paraleldir. Demək, B'yi ilə bərabərdir AC-nin özünə. AC BD-yə perpendikular olduğu üçün BY də BD-yə perpendikular olacaq. Yəni, bura 90 olacaq. Və burada alınacaq BY-AC parallelogram olacaq. Mən bura A desəm, burada A-dır, burada B-dir. Biz bilirik ki, trapeziyanın orta xətti. Burada C verib. C bərabərdir A plus B-nin yarısıdır. A plus B-nin yarısı. Bu trapeziyanın orta xəttidir. İndi diagonalın biri D1-dir, biri D2-dir. Yəni, BY-yə deyirəm D1. Yəni, BY nədir? Elə AC-nin özü. BD-yə də deyirəm BD. D2. İndi baxıram. 3 bucaq. Y, B, D. Düz bucaqlı 3 bucaqdır. BY-nin kvadratı üstəgəl BD-nin kvadratı bərabərdir YD-nin kvadratına. BY bizdə nədir? D1. D1-in kvadratı üstəgəl BD bizdə D2-dir. D2-nin kvadratı bərabərdir YD A ilə B-nin cəmi plus A plus B-nin kvadratı. Buradan alınır ki, A plus B bərabərdir kök altında D1-in kvadratı plus D2-nin kvadratı. İndi C-də A plus B-nin yarısıdır. Yazmışam burada. C-də olacaq kök altında D1-in kvadratı plus D2-nin kvadratı böl 2. Yəni, düsturumuz bu şəkildə ispat olundu. İzahımız bu qədər. Kanala abunə olmağı, videoları bəyənməyi, şərh yazmağı unutmayın. Video çəkmək asan iş deyil. Zaman alır. Ən azı saat yarım vaxtımı alır. Kanala dəstək olsanız sevinirəm və videoların davamı gələcək inşallah.